Əgər Sovet dövründə hər şey kommunizmlə bağlı idi, Leninlə bağlı idi, indi Heydər ilə bağlıdır, Heydər Əliyevin siyasəti ilə bağlıdır. Azərbaycanda hər şey formal xarakter daşıyır. Azərbaycan indi qayıdıb köhnə Sovet dövrünə. Bizim silahımız, bizim dilimizdir. 10 milyonluq Azərbaycanda həddincə çox məhbus var. Bu bir. Hakimiyyət qorxur söz azadlıqdan. Əf komissiya yoxdur. O əf komissiya deyil, o pul komissiyadır. Düşünürəm ki, müharibədən söhbət getmir. Rusiya Azərbaycana qarşı nəsə etsə, onda o tərəfdən Ermənistan vura bilər. Son illərdə müstəqil medianın zəiflədilməsi və qeydilərə qarşı cinayət təqibləri fonunda Azərbaycanda vətəndaş cəmiyyəti bu gün 2014-cü illə müqayisədə daha ağır mərhələdədirmi? Bu müddətdə əsasən nələr dəyişib? Azərbaycanda vətəndaş cəmiyyəti demək olar ki, yoxdur. Ya da daha doğrusu Sovet dövrdə kimi, o vaxtda Sovet dövrdə çox şey var idi, rəsmi professorlar var idi, cürbəcür təşkilatlar vardı, gənclərin təşkilatları var, hamısı imitasiya xarakter daşıyırdı. Yəni hər şey dövlət nəzarət altında idi. Formal olaraq var idi, seçkilər də var idi, amma biz başa düşürük ki, bu o vaxt belə. Eyni mənzərə Azərbaycandadır. Yəni artıq Azərbaycanda hər şey formal xarakter daşıyır. Çünki formal deyəndə vətəndaş cəmiyyətin əsas məqsədi vətəndaşlara yardım cürbəcür formasında. İstər tutalım ki, mass mediadan söhbət gedirsə, bu alternativ məlumat çatdırmaq. Əgər söhbət gedir QHT-lərdən, misal üçün insan haqlarına məşğul təşkilatlardan, onlar yenə də vətəndaşlara onların hüquqlarını qorumaq məqsədi ilə cürbəcür işlər aparırlar. Belə yoxdur. Bütün bu təşkilatlar onları deməli hökumət müstəqil jurnalistləri, QHT-nin nümayəndələri həbs ediblər, yaxud digərləri deməli qovublar, yaxud onlar ölkəni tərk edərək indi mühacirdirlər burada. Mühacir həyat yaşayırlar. Yəni fərq budur. Biz Azərbaycan indi qayıdıb köhnə Sovet dövrünə. Formal olaraq hər şey var bizdə. Faktiki bu imitasiyadır. Sovet dövrü bundan yaxşı idi. Mühacirətdə formalaşan intellektual mühit daxili ictimai rəyə nə dərəcədə təsir göstərə bilir və mühacir media ilə ekspertlər ölkə daxilində yaranan boşluğu doldura bilirmi? Bu çox gözəl sualdır. Çünki həqiqətən və bu sual bizə ilk növbədə aiddir. Çünki biz gənc deyilik, artıq 70-i keçmişik və biz həmişə Sovet dövrünü yada salırıq, müqayisə edirik. Bax, vaxtilə, o vaxtda da misal üçün insanlar vətənlər, yəni baxır hansı ölkə, Rusiyada, Belarusiyada yaxud Azərbaycandan ölkəni tərk edərək gəlirlər bura. Amma indiki dövr biraz fərqlidir. İndi internet dövrüdür. İndi imkan var. İndi fərq yoxdur. Biz burada Niderlandiyadayıq, yaxud Almaniyadayıq. Biz sizə, hətta indi siz gəlmişsiniz bizə, amma lazım ola da Zoom'la, internet vasitəsilə müsahibə vermək olar. Tutalım ki, müsahibə verirsən, Sevinç Osmanqazı Almaniyada, Qənimət Zahid Fransada, siz Sevinç Osmanqazı Amerikada, kimsə Almaniyada. Bizi qulaq asanlar isə Azərbaycanda. Yəni sərhədlər yoxdur faktiki olaraq. Var internet, var imkan, indiki dövrdə imkanlar var və mühacirlər bugün faktiki olaraq alternativ məlumatını verirlər Azərbaycan Respublikada yaşayan vətəndaşlarına. Yəni əgər Azərbaycanda indi faktiki olaraq mass media nəzarət altındadır və dəqiq, lazımi və vacib məlumatını daha vermirlər. Hər şey prezident apart tərəfindən konkretləşdirilir və onlar özləri müəyyənləşdirirlər kim, hansı formada məlumat verməlidir. Fərq etmir, söhbət Qarabağ, yaxud Ermənistanla bağlı, yaxud İranla bağlı, hər şey Sovet dövrdə kimi hakimiyyət özü müəyyənləşdirir. Bu olar ya olmaz.
Mühacirlər isə bu alternativ müstəqil məlumatını çatdırırlar. Və orada yaşayanların imkanı var. İnternetə girib qulaq assınlar və bilsinlər ki, Azərbaycanda nə baş verir, kimi həbs edirlər, kimə qarşı işgəncələr, yəni sağ olsun, bax xanım 2017-ci ildə bu məşhur Tərtər işi ilə bağlı məsələni qaldıran bu idi. O da necə idi? Biz bir gün evdə otururduq, birdən bizə zəng vurub. Bir nəfər Azərbaycanı tərk edərək gəldi, hara gəlib? Qazaxstana deyirsən, yoxsa? Hə, Qazaxstana. Qazaxstandan biri zəng elədi. Sonra birisi daha ikinci zəng Rusiyadan olub. Azərbaycandan zəng eləməyə qorxublar. Gedib ora. Oradan zəng elib, orada ya biznesi vardı, ya da qohumları vardı. Zəng elədilər ki, bəs Tərtərdə bu baş verir, beləcə. Əvvəl xanım inanmadı ki. Çünki bu alınan məlumat həddincə dəhşətli xarakter daşıdı. Həddincə. Amma sonra biz əlbəttə ki, başladı öyrənməyə, bizim dostlarımıza da, Bakıda hələ Azərbaycanda yaşayan dostlarımıza müraciət etmişik. Onlar bu işlə məşğul olmağa başladılar. Alınan məlumat elə dəhşətli xarakterdir. Xanım burada bu məsələni qaldırdı beynəlxalq miqyasında. Avropa parlamentdə, Aşbada dinləmələr olub. Sonra xanım xüsusi belə bir işgəncələrə qarşı beynəlxalq assambleyanın üzvüdür. Və orada bu məsələni qaldırdı və bu təşkilat, bu qurum xüsusi bir qətnamə qəbul etdi Tərtər işi ilə bağlı. Yəni bu məsələ artıq Azərbaycanda heç kim bilmirdi. Azərbaycanda hakimiyyət örtbaslıq edirdi. Burada isə beynəlxalq təşkilatlar bu məsələni qaldırandan sonra hakimiyyət məcbur oldu işgəncələri, yəni həbsləri dayandırdı, işgəncələrlə bağlı hər şey dayandırdı. Hətta güya istintaq işini başladı ki, bu nə baş verib, niyə görə? Bax, burada bu məsələni qaldırıb. Hətta mənim yadımdadır, xanım müraciət etdi Azərbaycanda olan formal olaraq müstəqil və müxalifət, istəmirəm adlarını çəkim, amma lazımsa onlardır ki, bəs Tərtər işi ilə bağlı bu məlumatını verə bilərsiniz. Bunlar ki, problem deyil, verərik. Həqiqətən veriblər, saytda vardı. Dərhal bir gün onları baş prokuraturaya çağırıblar. Dedilər ki, silirsiniz ya da sizə qarşı cinayət işi açacağıq. Dərhal qorxublar. Sildilər. Vəziyyət belə idi. Amma bax bu mühacirət, daha da mühacirlərin, yəni bizim işimiz bu idi ki, biz bu müstəqil informasiyanı çatdıranda bu həmişə ki, biz oluruq alternativ mənbə. Nəticədə hakimiyyət bunu başa düşərək mühacirlərə qarşı repressiya kampaniyasını başladı. Azərbaycanda hər şey qurtarıb. Orada daha demək olar ki, hər şey nəzarət altındadır. Biz qaldıq. Və bu proses, repressiya siyasəti Azərbaycan hakimiyyəti ilk dəfə olaraq 2017-ci ildə başladı. Amma daha aktiv pandemiyadan sonra. Bugünə mən kakras bu işlə bizim institutda xanım məşğuldur ölkə daxilində həbslərlə bağlı. Siyasi məhbusların siyahı bu onun işidir. Mühacirlərlə bağlı nə var? Bu mənim işimdir. Mən öyrənirəm, məlumatı yığıram. Bir də dindarlarla bağlı, dini məsələlərlə bağlı. Bax, bu mühacirlərə qarşı repressiya ilə bağlı mən nail oldum ki, burada iki böyük bir təşkilatlar, Avropa İttifaqı, onların xüsusi konfransında mən çıxış etmişəm. Azərbaycan hakimiyyətinin Avropada və Amerikada, amma əsasən Avropada mühacirlərə qarşı repressiya, hücumlar konkret olaraq. Bax, son 9 il ərzində, yəni 2017-ci ildən bu günə kimi 16 hücum təşkil olunub burada. 4 nəfər dünyasını dəyişdiriblər. Sonuncu hadisə Fransada Vidadi İskəndərli ilə bağlı idi. Yəni bizim burada aktivliyimiz narahat edir, yumşaq desək, narahat edir hakimiyyəti. Onlar bizə qarşı ya hücumlar təşkil edirlər,
ya indi yeni bir forma bu 23-cü ildən. Yox, mən üzr istəyirəm, 2 il öncə. Üzr istəyirəm. Başladı qiyabi həbslər, qiyabi məhkəmələr, qiyabi hökmlər, Interpola müraciətlər ya da ölkə daxilində o qara PR kampaniyalar. Niyə? Çünki biz alternativ mənbə olduq. Məlumat veririk. Bizim silahımız bizim dilimizdir. Biz həqiqəti çatdırırıq, deyirik. Hakimiyyət bundan qorxur. Çünki insanlar, Azərbaycanda yaşayan insanlar bunu qulaq asırlar. Başa düşürlər ki, hakimiyyətin sözləri, hakimiyyətin təbliğatı bu yalandır. Həqiqətdə biz çatdırırıq. Azərbaycanda nə qədər siyasi məhbuslar var. Bax, sonuncu amnistiyanı götürək. Həki belə bir böyük bir pafosla deyiblər ki, bax, keçən il dekabrın 19-da Milli Məclisin qərarı olub, 22-sindən, dekabr 22-sindən 18.203 nəfər məhbus azadlığa çıxıb. Bu belə baxarsan rəqəmə böyükdür. Halbuki demirlər ki, Azərbaycanda 10 milyonluq Azərbaycanda həddincə çox məhbus var. Bu bir. Qonşu ölkələrə fikir versək, Gürcüstana verməklə, orada çox azdır. Üstəlik bu azadlığa buraxılan məhbusları götürsək, onlardan cəmi 122 nəfər bu siyasi məhbuslardır. Onlar da kim idilər? Əksəriyyəti deməli bu dindarlardır. 4 nəfər imişli işi üzrə, qalan isə deməli 118 nəfər dindarlar. O hansı dindarlardır? Kimə 3 ilə vaxt veriblər? Onsuz da onlar onların azadlığa çıxamağa hardasa 2-3 ay, bəzilərin 1-2 həftə qalıb. Onsuz da onlar azadlığa çıxırdılar. Amma pafosla bunlara kağız verdilər ki, siz amnistiya düşmüşsünüz, 1 ay, 1 həftə tez azadlığa çıxacaqsınız. Və bu humanist bir addım ki, biz də deyək ki, bu yalandır. O qədər insanlar orada çürüyürlər, ağır vəziyyətdədirlər. Bax, ona görə biz həm alternativ mənbəyik, həm də təhlükəli bir şəxs olduq. Həbs və mühacirət təcrübəsi bir analitik kimi hadisələrə baxışınızı necə dəyişir? Ölkədən uzaqda olmaq, nəzərdə tutmağa nə qədər təsir edir? Allah şükür biz axı hələ Sovet dövrdən bu işlə məşğul olduq. Bax, xanım sən neçənci ildən? 1900. Hə, bu hələ Qarbaçov dövrü. Yox, ilk dəfə olaraq mənim misal həbs ediblər 76-cı ildə. Hələ KQB mənim işim hələ orada. Mən həbs edəndən sonra mənə göstərib, mənim üstənətib gəlib deyir ki, biz səni çoxdan izləyirik. Sənin bu birinci həbsi ilə bağlı, bax, sənin işin var. Düzdür, mən oxumamışam, amma bilirəm. Qarbaçov vaxtından başlayaraq bu hüquq, insan haqları ilə bu işlə məşğul idi. Əlbəttə tez-tez görüşlərimiz olur, gəlirlər bizə. Biliyimiz var, indi biz buradayıq. Tez-tez bizə zəng edirlər. İmkanımız var ki, yəni bilirsiniz, hüquq müdafiəçilər üçün ən önəmlisi nədir ki, sənin, yəni bu əlaqə iki tərəfli olmalıdır. Sən nəsə deyirsən, edirsən, çox vacibdir. Nəticə var ya, yoxdur. Səni orada vətəndaşlar necə münasibət, onların münasibəti necədir? Bizə zəng edirlər, müraciət edirlər. Bir dəfə, Leyla yazdadır, sən Qobustandan, həbsxanadan zəng ediblər. Bu pərt oldu. Sən hardan zəng edirsən? Deyir ki, Qobustandan, həbsxanadan. Qobustandan. Biz burada Niderlandiyada, Hollandiyada yaşayaq. Hardan telefon, yəni başa düşüb, telefonu götürdü. Harada pul verib, kimə? Kim verib bizim nömrəmizi? Zəng edib ki, bu siyasi məhbuslar deyildi. Adi bir məhbus deyil. Ay, məni burada incidirlər. Adi bir məhbus. Bax, bizə zəng edənlərin əksəriyyəti adi məhbuslardır. Çoxdur. Biz onlara əlbəttə ki, yardım etmək çətindir. Amma biz başa düşürük ki, biz sevinirik. Haçan bizə zəng edib deyirlər ki, sizə çox sağ ol ki, siz dayandırmısınız. Bax, Tərtər işi 1, Gəncə işi 2, Nardaran işi ilə bağlı. Bəzi məsələlərdə imkan var nəsə təsir etməyə. O da nə ilə bağlıdır? Bizim
Azərbaycanda hakimiyyət nədən qorxur? Əşqarlıqdan. Örtbaslıq edəndə özləri də misal üçün deyirlər ki, orada dırnaq arası hüquq müdafiəçiləri ki, siz bu məsələni dünya miqyasında qaldırmayın. Gəlin bizlə şim-şim danışaq. Lazım ola da o əf fərmanı götürün. Əf komissiya yoxdur. O əf komissiya deyil, o pul komissiyadır. Onlar məhbuslardan, ailə üzvlərindən, qohumlardan pul götürürlər. Kimin adı salsınlar bu siyahıya. Bu alverdir, bu biznesdir. Ya da deyirlər ki, get hakimiyyətlə şim-şim danış, bəlkə biraz tez azadlığa çıxasın. Halbuki əslində biz həmişə deyik ki, hakimiyyət qorxur söz azadlıqdan. Və burada hakim məsələni qaldırırsan, çatdırırsan, deyirsən ki, Azərbaycan hakimiyyəti ilk növbədə İlham Əliyev, o böyük fikir verir qərbdə kim nə deyir onun haqqında. Ona görə imkan var. Hələ belə imkan var bizdə. Azərbaycan daxilində çətin idi bizim üçün. Çünki biz Azərbaycanda olanda, siz niyə görə çətin idi ki? Çətin idi xaricə bəzən gedib həqiqətdə çatdırmağa. İndi biz buradayıq. Bizim üçün problem deyil ki, bax burada Hollandiyada otura-otura lazım olsa bir neçə saatdan sonra Strasburgda olacaq, Avropa parlamentə çıxış edəcək, ya Aşpada. İndi heç getməyə də lazım deyil. Zoom-la, yəni birbaşa internet var. Yəni bax, internet dövrü bu mənada əladır ki, imkan var çıxış etmək üçün, danışmaq üçün. Yəni hakimiyyət hər şey edir ki, örtbaslıq olsun. Biz isə hər şey edir ki, yox. Açıq olsun və hakimiyyətin bütün o Ruslarda belə söz var, bespredeli, yəni haqsızlığın haqqında, yəni məlumatı çatdırırıq və nəticə olur. Həmişə yox, amma olur. Azərbaycan və Ermənistan arasında münaqişənin artıq başa çatdığını söyləmək mümkündürmü? Yoxsa proses sadəcə yeni və daha mürəkkəb mərhələyə daxil olub? Münaqişə o vaxt bitir. Haçan sülh sazişi olur. Hələ ki saziş yoxdur. Deməli münaqişə var. Biz bəzən unuduq, var müharibə, var münaqişə. Münaqişə dövründə bir-iki dənə müharibədir. Məsəl üçün Pakistan, Hindistan arasında münaqişə indi də var. Düzdür. İndi belə baxırsan münasibətlər də var, amma müharibələr var. Azərbaycan Ermənistan arasında hələ münaqişə bitməyib. Biz yalnız deyə bilərik ki, indiki dövrdə Qarabağ məsələsi bitib. Qarabağ artıq Allah'a şükür qayıdıb. Amma Ermənistan-Azərbaycan münasibətlərdə hələ ki orada xeyli məsələlər həll olunmayıb. Sərhədlər. Birincisi sülh sazişi. İkincisi sərhədlər məsələsi. Sonra digər məsələlər üzə çıxacaq 100%. Misal üçün insanların qayıdışı. Bizimkilər Ermənistana, ermənilər Bakıya, Azərbaycana. Düzdür, indi bu mümkün deyil, sözsüz ki. Bu da tək bu konfliktol kimi, axı mən bir çox ölkələrdə də olmuşam. Keçmiş Yugoslaviyada, dünyanın digər regionlarda. İndi var münaqişənin qanlı və ağır dövrü. Bitəndən sonra soyuq dövrü başlanır. Yəni bu münaqişə ilə yaranan problemlərin həlli dövrü. Hələ ki demək olar ki, müharibə ssenariyadan bugün söhbət məncə getmir. Daha doğrusu potensial azdır. Çünki bizim xalqımızı birləşdirən Qarabağ idi. İndi qaldı Ermənistan. Ermənistana qarşı biz müharibəni başlamayacağıq. Yaxud Ermənistan əgər orada hakimiyyət dəyişilsə, hakimiyyətə keçmişlə, bu münaqişə ilə bağlı olan şəxslər, Koçaryan kimi, Sarkisyan kimi, yaxud Qarabağ klanının üzvləri hakimiyyətə qayıtsalar, onda belə bir təhlükə var. Üstəlik Rusiya var. Çünki biz başa düşməliyik ki, bu münaqişənin arxasında Rusiya dayanır. Vaxt vardı Rusiya gah Azərbaycana yardım edir, gah Ermənistana, daha çox ermənilərə, amma bizə də yardım edirdi. Misal üçün 20-ci il müharibəsində Rusiya bizə yardım edirdi. O mənada ki, onlar neytral idi. Ermənilərin bütün hərbi doktrinası Rusiya ilə bağlı idi. Silahı da alırlar, siyasi baxımdan da bilirdilər ki, Rusiya yardım edəcək,
Azərbaycan nəsə etsə Rusiya məhz Ermənistana yardım etmədi. Ona görə misal üçün Ermənistanda indi Rusiyaya qarşı daha çox çıxışlar, hətta siyasət də daha güclüdür, sərt xarakter daşıyır, nəinki Azərbaycanda. Bizimki Qarabağdır. Ermənistanda isə vəziyyət biraz fərqlidir, amma əgər bax iyunun 7-sində orada seçkiler olacaq, əgər orada Paşinyan uduzsa və hakimiyyətə bax bu münaqişə ilə bağlı, keçmişlə bağlı siyasətçilər gəlsələr hakimiyyətə, hə, onda təhlükə olacaq. Amma yenə də düşünürəm ki, müharibədən söhbət getmir. Çünki indiki dövrdə vəziyyət dəyişilib. Qarabağda erməni yoxdur. Yəni biri var, siz Qarabağda ölkə daxilində ermənilər, yəni bu potensial təhlükə idi. İndi yoxdur. İndi var Ermənistan, var Azərbaycan. Özdə Ermənistan zəifdir. Hərbi cəhətdən zəifdir, hər tərəfdən zəifdir. Yalnız əgər Rusiya Azərbaycana qarşı nəsə etsə, onda o tərəfdən Ermənistan vura bilər. Amma bu hələ ki hər şey yenə seçkilərlə bağlı. Hesab edirəm ki, indiki dövrdə müharibə bitib, yeni müharibədən söhbət getmir, amma münaqişənin həlli ilə bağlı hələ işlər çoxdur. Hələ çoxdur. Bugün Ermənistan və Azərbaycan cəmiyyətləri arasında real barışıq potensialı mövcuddurmu? Yoxsa mümkün sülh sazişi imzalansa belə qarşılıqlı düşmənçilik hələ bir neçə nəsil davam edəcək? Azərbaycan və Ermənistanın siyasəti belə olmalıdır ki, tərəflər bir-birindən asılı olsunlar. Əgər aslı nə mənada ki, birgə bizneslə məşğuldurlar. Və əgər tutam ki, sabah nəsə istəyirsən, törədəsən digər tərəfə, bu sənə qarşı olacaq. Sən çox şey itirirsən axı. Bu, yəni iqtisadiyyatla bağlı olan addımlar lazımdır. İkinci, sosial siyasətində dəyişikliklər olmalıdır. Sosial siyasət nə deməkdir ki? Bu münaqişə dövründə xeyli stereotiplər yaranıb. Düşmən obrazı deyirlər. Bu hardan? Uşaqlıq dövründən gedir. Misal üçün, şagirdlər gedirlər məktəbə hansı dərslikləri götürür? Götürün, baxın. Bizimkilərin, bizdə ermənilərlə bağlı nə yazılar, nə gedir? Bilirsiniz ki, orada 5-ci sinifdən ta 10-cu sinifə kimi ermənilər, hətta erməni yox, gedir orada, yəni ən pis sözləri ilə bağlı. Eləcə də Ermənistanda bizlə və üstəlik orada hələ Türkiyə ilə bağlı. Niyə görə misal ki, Ermənistanda Türkiyə ilə münasibətlər pisdir? Bax, çünki uşaqlıqdır. Yəni hələ uşaqlar bu dərslikləri götürəndə onlar artıq hələ uşaqlıq dövründə başa düşür ki, bax bu xalq bizim düşmənimizdir. Xoş sözləri eşitmirlər, oxumurlar. Avropada necə yanaşırdılar ki? Onlar məktəbdə oxuyan şagirdlər, onlar misal üçün hansı bir hadisə yaxud şəxs haqqında nəsə məlumat verəndə həmişə göstərirlər ki, bax, digər xalqların bu, o cümlədən dünən sənə qarşı olan xalqın, dövlətin, onların münasibəti necədir bu hadisəyə, bu şəxsə. Yəni, insana, bax, alternativ mənbə buna deyirlər. Uşaqlar oxuyanda bilirlər. Bugün, misal üçün, bilmirlər. Bugün Azərbaycanda, Ermənistanda, Rusiyada, ya da fərq etmir, keçmiş Sovet ölkələrdə məktəbdə oxuyanda onlar bir məlumatı alırlar. Bizim xeyrimizə, yəni Azərbaycanda bizim, Ermənistanda onların xeyrinə olan alternativ mənbə almırlar. Misal üçün götürək, 18-ci il. Bakıda, mən sizə sual versəm ki, Bakıda nə qədər qırğın olub? Azərbaycanda yalnız mart hadisələri haqqında yazırlar. Həqiqətən mart, deməli 18-ci il martda ermənilər və bolşeviklər 10 minə yaxın Azərbaycanlılar qırıblar burada, Bakıda. Biz bunu yazırıq, işıqlandırırıq. Sentyabrda isə bizimkilər türklərlə biri də Bakını azad ediblər və erməniləri qırıblar. İndi baxın, ermənilər sentyabr orada da eyni rəqəmdir.
Martda 10 minə yaxın Azərbaycanlı öldürülüb, sentyabrda 10 minə yaxın erməni öldürülüb Bakı şəhərində. İndi baxın dərsliklərdə necə bu hadisələr faktiki olaraq yəni bir şəhərdə bir il ərzində 2 dənə soyqırımdır. Qırğın idi, ölüblər insanları. Ermənilər sentyabr haqqında yazırlar, mart haqqında ya yazmırlar ya da deyirlər ki bu bizim işimizdir. Bunu kommunistlər ediblər. Biz martı yazırıq, sentyabrı yazmırıq ya da deyirik ki bu bizim işimiz deyil. Ya da tam ki indiki bu münaqişə ilə bağlı. Mən misal üçün vaxtilə 2 hadisələr haqqında məlumat vermişəm. Tam ki həm Azərbaycanda ermənilərə qarşı Sumqayıt və Bakı hadisələri, həm Ermənistanda bizimkilərə qarşı. Bax məndə burada var Ermənistanda soyqırım, bizimkiləri necə qırıblar. O siyahı yoxdur ki, o 216 nəfərin siyahını ermənilər bizimkiləri öldürüblər. Mən 1 il ərzində yazmışam, çap etmişəm, xaricə çap olunub. Sonra mənim üçün maraqlı idi ki, forumlarda, internetdə ermənilərlə Azərbaycanlılar bax bu 2 işlə bağlı bunların münasibəti necə gedir. Ermənilər deyir ki, bax Sumqayıt və Bakı hadisələri çox yaxşı yazıb, amma Ermənistanda biz eləməmişik. Azərbaycanlılar özləri könüllü olaraq Ermənistanı tərk ediblər. Biz hələ xahiş edirik ki, siz getməyin, qalın. Bizimkilər, bax Ermənistanda yazı, bizimkiləri necə ermənilər qırıblar, o çox gözəl yazıb. Amma siz ki, yaxşı bilirsiniz ki, Sumqayıtda biz eləməmişik, qırqara bunu. Yəni bilirsiniz, bu əslində bir konflikt olur ki, mən gözəl başa düşürəm ki, belə də olmalıdır. Əgər belə yanaşırlarsa, çünki digər münaqişə zonada olmuşam, misal üçün Gürcülərlə Abxazlar və Abxazlar, yaxud keçmiş Yugoslaviyada ya da eyni düşüncə, eyni münasibət. Necə ki, bax biz indi məlumatı veririk bizim xalqımız üçün ki, hakimiyyətin təbliğatı belədir, amma əslində bu. Eləcə də münaqişə dövrünü belə. Bilirsiniz, bu çox vacib bir məsələdir. Sosial budur. Yavaş-yavaş düşmən obrazı götürəcək. Buna düzdür, vaxt lazım olacaq. Nə qədər vaxt gedəcək buna heç kim dəqiq deyə bilməz. Yenə deyim ki, bax 2-ci Dünya müharibəsindən sonra Polşa və yəni polaklarla və almanlar arasında indi də problemlər var. Əsas odur ki, müharibə olmasın. Problemlər isə həmişə olacaq. Hətta inandırıram sizi, fransızlarla ingilislər arasında bir çox problemlər var tarixlə bağlı. Amma bu tarix daha heç bir rol oynamır. Bax, önəmli budur. Tarix həmişə rol oynayacaq, amma əgər sülh sazişi var, əgər normal münasibətlər var, əgər hər hansı bir şəxs tutaq ki, Azərbaycanlı Ermənistana getsə, onun orada problemi olmayacaq. O orada mülkü ala bilər, yaşaya bilər. Eləcə də erməni, misal üçün, Azərbaycana gəlsə, onun Azərbaycanda heç bir problemi olmasa, onda yavaş-yavaş minimum 1-2 nəsildən sonra vəziyyət, deyərdim ki, radikal şəkildə dəyişilə bilər. Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazın gələcəyini necə görürsüz və Azərbaycanın balanslaşdırma siyasətinin son dayanacağı haradır? İlk növbədə Ermənistanda indi bax bu seçkilərlə bağlı Kreml addımlar atır. Alınmazsa, əgər Paşinyanı seçirlər, hələ ki Ermənistanda keçirilən sosial sorğular göstərir ki, ahali Paşinyanı dəstəkləyir. Hardasa bir 60% onu dəstəkləyir. Və çox güman ki, Paşinyan seçkilərdə qələbə qazanacaq. Onda belə bir təhlükə var ki, Rusiya Paşinyana qarşı çevriliş planı. Bu plan var, imkanları da var. Ölkə daxilində xeyli Ruspərəst qüvvələr var. Plus, mən demişəm, orada baza var, hərbi baza var. Bu alınsa, bu bizə də təsir edəcək. İndiki dövr, bu mən belə adlandırardım, keçid dövrüdür. Hələ ki, aydın deyil, Rusiya qayıdacaqmı bizim regionumuza, yaxud yox. Bu keçid dövrüdür və çox şey burada Amerikadan asılıdır. Trumpın siyasəti yaxşı bilirsiniz. Avropadan asılıdır. Bəzi məsələlərdə bizdən də asılıdır əlbəttə ki. Bax, Paşinyan indi daha aktivdir, nəinki
tutalım ki Gürcistan. Hələ bizi mən demirəm. Azərbaycan axı islahatları aparmır. Azərbaycan rəsmisi konkret olaraq İlham Əliyev açıq şəkildə bildirirdi dəfələrlə ki, Avropa dəyərləri bizə aid deyil. Əgər dəyərlər bizə aid deyilsə, deməli bizim üçün bu bir çox çətinliklər olacaq. İslahatlar aparılmır. Azərbaycan artıq tutalım ki, aşmadan gedib. Bir çox deməli Azərbaycan xalqın bir çox məsələlərdə onun problemləri daha da çətinləşəcək. Nəinki tutalım ki, ermənilərin. Bax, may ayında Ermənistanda Avropa Birliyinin Ermənistan'da birgə samiti olacaq. İlk dəfə olaraq. Qərb Ermənistanda güclənir. Doğrusu, əgər bu belə olsa, bir vasitə bizə də aid olacaq. İstər-istəməz. Çünki Əliyev gəh Rusiya baxır, gəl qərbə. Kim güclüdür, ona baxacaq. Hələ ki, dəqiq heç kim heç nə deyə bilməz. Ukraynada sonra Rusiya zəifləşib, sözsüz. Biz görürük ki, tək bizim regionumuzda yox, misal üçün Mərkəzi Asiyada, orada hətta Qazaxstanın, hətta Tacikistan rəhbəri Putinə sərt cavabları verirlər. Çünki başa düşürlər ki, Rusiya indi o qədər güclü deyil. Amma sabah nəsə tutalım ki, Ukrayna uduzsa, biz problemlərlə üzləşəcəyik. Rusiya Rusiyadır. Biz nə qədər Rusiyadan uzaqlaşsaq, o qədər yaxşı. Hələ ki, Cənubi Qafqazda yalnız Ermənistan istəyir uzaqlaşsın, o da ehtiyatla. Vəziyyəti çətindir. Paşinyanın vəziyyəti çətindir. Biz hələ neytral mövqedən yanaşırıq. Hesabdır ki, bizim neftimiz var, qazımız var. Baxarıq. İranda baş verən geniş miqyaslı hərbi əməliyyatların və regiondakı qeyri-sabitliyin Azərbaycanın milli təhlükəsizliyinə, həmçinin daxili sosiopolitik mühitinə mümkün təsirlərini necə qiymətləndirirsiniz? İran adi bir dövlət deyil. Sözsüz ki, orada demokratiya zadı yoxdur. Ondan söhbət getmir. Sözsüz ki, orada yaşayan ilk növdə bizim soydaşlarımızın vəziyyəti o qədər yaxşı deyil. O da, hələ mən yumşaq deyirəm. Yumşaq şəklində deyirəm. Sözsüz ki, orada insan haqlarla bağlı xeyli problemlər var. Yəni, bu avtoritar bir, daha doğrusu avtoritar yox, bu dini bir dövlətdir. Özdə adi bir dini dövlət deyil. Tutam ki, Saudi Ərəbistan da dini dövlətdir. İran, bilirsiniz, hansı dövlətə bənzəyir, oxşayır? Sovet İttifaqına, amma ilk dövrdə, 20-ci illərində o vaxt kommunistlər, onlar da düşünürdülər ki, bəs dünyada kommunist inqilab haqqında, hətta indiki dillə desək, cürbəcür proksiləri, yəni qüvvələri, təşkilatları yaradır, komitlər və s. və s. Sonra uzaqlaşıblar. Amma əvvəl belə idi. İranda da belə. İranda əvvəldən İslam inqilabından söhbət aparırdılar. Yaxın şərqdə nəticədə vəziyyət biraz bu siyasət gərginliyə gətirib. Biz indi görürük ki, misal üçün ərəb ölkələrin bu sünni məsələsi, sünni-şiə məsələsi orada var, rol oynayır. Amma yenə də İran İrandır, böyük bir dövlətdir. Türkiyənin yanaşı İran yaxın şərqdə böyük rol oynayır. Fərz edək ki, İran parçalandı. İnandıram sizi, yaxın şərqdə çox şey dəyişiləcək. Tək İran yox, İraqı götürək. Bax, Qərbdə nədən qorxurdular ki? Əgər belə tipli dövlətlər parçalasalar, onda regionda tamamilə yeni bir vəziyyət, özdə nəinki yeni bir vəziyyət yaranacaq. Heç kim bilmir hansı tipli vəziyyət yaranacaq. Ona görə Qərbin, ilk növbədə Amerikanın mövqeyi belədir ki, bu dövlətlər qalmalıdır. Rejimi dəyişdirmək lazımdır. Yəni, İraq vahid bir dövlət kimi qalmalıdır. Faktiki olaraq Şimali İraq müstəqildir. Orada Kürdlər öz dövlətini yaradıblar. Müstəqil Kürdistan dövləti. Amma vahid İraq qalır. Mən niyə görə bunu deyirəm? Çünki bizdə də belə bir
fikir geniş yayılıb ki, bəs İran parçalansın və biz orada yaşayan soydaşlarla birləşib böyük bir Azərbaycan dövlətini yarada bilərik və s. Heç kim buna imkan verməyəcək. Heç kim bunu qərbdə ilk növbədə istəmirlər buna. Rejimi dəyişdirmək, hə, belə məqsəd var. İranı parçalamaq, yox, belə bir məqsəd yoxdur. Üstəlik, əgər belə bir ssenari həyata keçirilsə, yaxud nəsə buna bənzər bir şey olsa, o bizə də təsir edə bilər. Tək bizə yox, bütün yaxın şərqdə, misal üçün, Kürd məsələsi var. O bizdə də var, İraqda da var, Türkiyədə də var, İranda da var. Üstəlik, İran axı orada bir çox xalqlar yaşayır. Ərəblərdə var. Yəni bu aləm qarışıb və hələ aydın deyil nə baş verəcək biz ilk növbədə bizim üçün. Üstəlik, axı İranın Amerika, İsrailə qarşı imkanları o qədər geniş olmasa da Azərbaycana qarşı var. Biz görürük ki, bax, İran indi ABŞ və İsraili dəstəkləyən ərəb ölkələrə qarşı onları vurur. Sabah bizi də vura bilər. Bizim o neft və qaz yataqları yoxdur. Bir neçə də balistik raket vursa imkanı var axı. Ekoloji böhran olacaq. Yaxud tutalım ki, hələ ki, Allah'a şükür, misal üçün qaçqıların axını yoxdur. Amma tutalım ki, sabah Təbrizdə, haradasa orada qanlı döyüşlər getsə, mütləq axın olacaq. Deməli, bizdə qeyri-stabil vəziyyət ola bilər. Vəziyyət birmənalı deyil. Ən yaxşı variant indiki dövrdə neytral siyasət. Biz görürük ki, artıq bu var. Türkiyə də bu neytral mövqedən yanaşır. Çünki vəziyyət belədir. Bir tərəfdən var Amerika, İsrail. İsraillə bizdə strateji müttəfiqlik var. Amma digər tərəfdən İran bizim qonşumuzdur. İranda o qədər Azərbaycanlı yaşayır. Biz bilmirik dəqiq nə qədər, amma 30-35 milyon var. Plus Azərbaycanda iş ondadır ki, İran ətrafında gedən döyüşlər axı Azərbaycan cəmiyyəti parçalanır baxı bundan bağlı. Kim dəstəkləyir və deyir ki, biz İsraillə, Amerikayla bir yerdə olmalıyıq. Kimsə əksinə deyir ki, bizim müsəlman qardaşlarımızdır. Yəni burada bilirsiniz, İranla bağlı Azərbaycan hakimiyyəti nəsə etsə, bu Qarabağ deyil ki, hamı bir olsun. Yox, burada parçalama var. Səni hamı 100% dəstəkləməyəcək. Və sabah tutam ki, Azərbaycan və İran arasında Allah eləməsin nəsə baş versə, demək, ölkə daxilində qeyri-stabil vəziyyət yarana bilər. Çox şey ola bilər. Bizə bu lazımdır. Yəni, bilirsiniz, bir konfliktolog kimi mən başa düşürəm ki, burada çox ehtiyatlı siyasət lazımdır. Hələ ki, gedir. Son 20 ildə Azərbaycanda dini mühitdə baş verən dəyişiklikləri necə qiymətləndirmək olar və dövlətin din siyasəti ilə radikallaşma risklərinin idarə olunması arasında mövcud balans hazırda hansı səviyyədədir? O dindarların, bax, bilirsiniz vəziyyət necədir? Onların bir dənə partiyası əlbəttə ki var, İslam partiyasıdır. Amma əslində söhbət bu partiyadan getmir. Bax, dünyəvi partiyaların üzvləri ya həbsdədirlər, ya ölkəni tərk ediblər, ya uzaqlaşıblar. Yəni bu partiyalar zəifləşiblər, heç bir rol oynamırlar. Dindarların isə, onların da çoxları həbs olunublar. Amma bilirsiniz, sən nə qədər bunları həbs etsən də, formal olaraq Azərbaycan İslam ölkəsidir. İlham Əliyev özü məscidlərə gedir, tikir, gedir, danışır. Deməli, yeni Allaha inanan insanlar Azərbaycanda, yəni onların sayı çoxalır. Və yavaş-yavaş, əgər o həqiqi mənada inanclı insandırsa, gec-tez o sual verəcək. Niyə bu ölkədə şəriət əsasında yox? Digər. Yəni, bir çox hakimiyyət çox xoşa gəlməyən suallar üzə çıxacaq. Yəni, bu potensial siyasi qüvvədir. Onun sonra kim istifadə edəcək, o ikinci məsələdir. Tutalım ki, götürün İranı, eyni mənzərə oradaydı. O vaxtda Şah, İlham Əliyev kimi ondan da bətər aparırdı. Bəzən
bax, sosial şəbəkədə şəkilləri göstərir. İranda qızlar necə geyinirdilər vaxtilə İslam inqilabından öncə. Amma demirlər ki, kim və nə gətirir bura? Siyasət. Yəni Azərbaycanda haçan hakimiyyət, dünyəvi müxalifəti ona qarşı zor tətbiq edir, yox edir siyasi arenadan, nəticədə bilirsiniz, boşluq yaranır. Və o boşluğu kim dolduracaq? Digər qüvvələr. Faktiki olaraq bu dindarlar. Nəticədə biz görürük ki, bəs hakimiyyətin, misal üçün, dünyəvi müxalifətə qarşı repressiya nəticəsində o hər şeyi nəzarət altında saxlayır. Dindarları nəzarət altında saxlamaq mümkün deyil axı. Məscidləri bağlamaq olar, edirlər Azərbaycanda. Həbs etmək olar dindarları, edirlər. Amma sən məscidi bağladın, bunlar niyə? Bax, tutam ki, xalq cəbhəsinin qərargah götürdülər. Əgər imkan vermir, sən ağır vəziyyətdəsən. Məscidi sən söktün, imkan vermirsən, neynə gedər mollaxanaya. Yəni, hansısa evində, evini, otağı elan edir ki, bu mollaxanadır, dindarlar orada yığışırlar. Mən belə mollaxanada olmuşam. Bu, köhnə Sovet praktikası. Sovet dövrdə də eyni mənzərədir. İcazə vermirdilər məscidlərə. Yəni, məscidlər bağlıydı. Misal üçün, 1989-cu ildə rəsmi Azərbaycanda 18 məscid vardı. Rəsmi. Qalan bağlıydı, ya da sökülüb, ya da imkan vermirdilər. Amma 1000-ə yaxın, heç kim yazmırdı, amma 1000-ə yaxın mollaxana vardı. İnsanlar gedirlər orada ibadət. Yəni, sən imkan vermirsən, mən gedirəm ora. Bu müxalif, bir siyasi, dünyəvi müxalifət deyir ki, sən imkan verirsən, mən gedirəm ora. Və namazdan sonraki söhbətlər aparılır. Ki, niyə ölkədə o qədər haqsızlıq var? Deməli, nəsə burada düzgün deyil. Bu, sosial partlayışa aparan bir yoldur. Ona gəldirim ki, həm xarici qüvvələr istifadə edə bilərlər, misal ki, İran, digərləri. Həm digər qüvvələr istifadə edə bilərlər. Və burada hakimiyyətə sual verir. Sən əgər dünyəvi müxalifətə qarşı belə siyasət aparırsansa, sən özü bir uçuruma aparırsan. Çünki bu, deməli, qüvvə bu həmişə olacaq. Çünki Azərbaycan axı İslam ölkəsidir. Deməli, bu həmişə bu problem olacaq. Bu, biz konfliktolog kimi mən bunu başa düşürəm ki, biz bu çox belə bir çətin bir vəziyyətdir. Nə etmək lazımdır bax belə bir vəziyyətdə? Demokratik islahatlar. Burada da dindarlar rol oynayırlar. Amma özdə unutmayaq ki, Azərbaycanda hələ ki bu dindarlar, onlar sözül əsl mənasında radikal deyirlər. Bax, siyasi məhbuslar götürsək, bu dindarların əksəriyyəti onlar hakimiyyətin adamlarıdır. Səhərdən axşama kimi İlham Əliyevə dua edirlər. Buna baxmayaraq, onlar girovdular. Azərbaycan və İran arasında münasibətlər körləyəndə mən bilirdim ki, dərhal onları həbs edəcəklər. Bax, indi müharibə başlandı, yenə də bu həbslər başlandı rayonlarda. Onlar həmişə girovdular. Hətta əksəriyyəti onlar hətta siyasət haqqında düşünmürlər. Onların işi nədir? Ailə, məscid, iş qutardı. Siyasətlə bağlı sual verəndə deyir ki, biz xoşlamırıq. Başa düşmürlər ki, sən əgər şiyəsən, İranla bağlı Azərbaycanın problemi var, deməli səni birinci tutacaqlar. Özdə kimi həbs edirlər? Kim daha populardır? Popularsan, deməli təhlükəlisən. Nə qədər mən belə rayonlarda ilk növbədə popular, inanclı Seyid Sərdardır, o Talib Bağırzadanı götürək. Onu niyə görə həbs etdilər? Çünki həddincə popularıdır. O çıxış edəndə biz nə qədər insanlar gəlidir qulaq asırlar. Şeyxin hörməti yoxdur axı. Mən dindarlardan sual verəndə ki, şeyx sizin üçün kimdir? Deyir ki, o nazirdir. İslam üzrə nazirdir. O şeyx deyil. Bu, yenə deyim ki, əgər biz Ermənistana, Gürcüstana, Ukrayna, digər ölkələrə fikir versək, mən həmçinin ki, orada iki qüvvələr var. Ya Rus pərəst, ya Qərb pərəst. Azərbaycanda isə üçüncü yol var. İslam yolu. Bax, o yol həm təhlükəlidir, Allah bilir hara aparacaq bizi.
Amma digər tərəfdən o həmişə bizlə olacaq. Və burada sual çıxır hakimiyyətə. Hə, bugün İlham Əliyev hakimiyyətə, amma tutalım ki, sabah hakimiyyət dəyişildi. Yenə də bu məsələ ilə, bu dini məsələ ilə yeni hakimiyyət üzləşəcək. Sual çıxır özə. Nə etməlisən? Yol var, Türkiyə yolu. Türkiyə daxil. Yəni ya Türkiyə yolu seçirik, ya ərəb ölkələrdə hansısa İran yolu seçiriksə. Bu təhlükəli bir məsələdir. Və burada mən şəxsən hesab edirəm ki, yeganə bir yol demokratiyadır, islahatlar, dinə hörmətlə yanaşmaq. Çünki yenə deyirəm ki, bizdəki dindarlar, onlar radikal deyirlər. Onlar adi bir dindarlardır. Hətta mən belə bir termin, mən 3 dənə kitab çap etmişəm, bir termin istifadə edirəm. Məcburi radikallaşma. O nə deməkdir ki? O adi bir dindardır. O fikirləşmir. Siyasətdən heç düşünmür. Onunki yenə ki, ailə, Allah, yəni məscid, bir də iş qutardı. Amma onu tuturlar. Pul qopardılar. Bax, o dindarlarla bağlı həbslər necə bilirsiniz? O biznesdir əslində. Onları həbs edib deyirlər ki, bax, seç. Yəni, sən mənə yaxşı pul versən, ondan mən səni buraxacağım, deyəcəm ki, polisə müqavimət 30 sutkadan sonra qayıdırsan evə. Rüşvət az olsa, deməli gedəcəksən narkoman kimi. Güya narkotik sən istifadə edirsən. Rüşvətin məbləği biraz az oldu, onda olacaqsan narkotika satıcı kimi gedəcəksən. Bu isə əgər narkomana verirlər maksimum 3 il, belə isə 6 il, 5-6 il alacaqsan. Heç verməsən pul. Onda sən İran casusu gedəcəksən, ya da terörist. Bu elə bir tükandır. Polis, mən bu inandıram sizi, bilirsiniz nə qədər bizə zəng edib deyirlər ki, bax, biz seçim arasındayıq. Biz çağırırlar polisə, yaxud DTX işçiləri. Deyirlər ki, bax, bayram gəlir, Novruz bayram gəlir. Sən pul verməlisən, ya da mən səni həbs edəcəyim. Nəticədə onlar ki, kimin pulu var, deyir ki, hə. Bunlar radikal deyirlər. Bir dəfə, 2 dəfə bunu etsən, o radikallaşırlar. Mən hətta bir misal, bir dəfə mənim məhkəmə zamanı gətiriblər, bir nəfər vardı, qoca kişi, salafilər, baxa bilər bizdəki. Əksəriyyəti 25-35 cavanlardır. Amma mən bir nəfər yaşlı, mənim kimi yaşlı idi. Sual verib ki, sən hansı işdən? Dedi ki, mən terrorist kimi tutublar, Suriyaya getmişəm. Dedim, sən hara, bu hara, niyə getmişsən? Deyir, mən Şəki rayonunda yaşayırdım. Məni həmişə həbs edirdilər. Pul istəyirdilər ki, ya da həbs edir məni, ya polis. Bir gün mən eşitdim ki, sən demə orada İslam dövləti yaradıblar. Dedim, mənim dövlətimdir ki, Azərbaycanda müsəlmanlara hörmət yoxdur, orada isə var. Yoldaşımı, uşaqlarımı götürüb getmişəm ora. Orada isə müharibə. Bu mənə lazımdırmı? Götürdüm, qayıtdım. Burada isə məni tutdular ki, teröristsən. Məcburi, insan məcbur oldu ölkəni tərk etsin ədalət naminə. Və onu deyirəm ki, məcburi radikallaşma buna deyirlər ki, insan radikal deyil. Hakimiyyətin, siyasətin nəticəsində, ölkə daxilində bu polis, yəni hüquq mühafizə orqanların siyasətin nəticəsində insanlar, ilk növbədə bu dindarlar, radikallaşırlar ya da radikal olmaq fikirdədirlər. Bax, bu təhlükədir. Azərbaycanda tarix elmi müstəqillik dövründə siyasiləşib, elədirsə bu SSR dövründə də belə idi, yoxsa daha çox akademik azadlıqlar var idi? Riyaziyyatdan, fizika, kimyadan, digər fənlərdən fərq budur ki, o səsi xarakter daşıyır. Hər şey ya dövlətin nəzarətindədir, ya da təbliğatla bağlıdır. Əlbəttə ki, Sovet dövründə konkret olaraq Azərbaycanda, Azərbaycan tarixşünaslığı hər şey siyasi xarakter daşıyırdı. Dövlət tərəfindən xüsusi instruksiyalar vardı. Necə hansı bir hadisə yaxud şəxs haqqında nəsə yazmaq olar. Özü dəyişilirdi. Sovet dövründə də rejimlər də dəyişirdi. Məsəl üçün, Mirzə Bakirovun dövründə Şeyx Şamil haqqında nə olardı, yaxud dini məsələ ilə bağlı, hansısa bir inqilab haqqında, şəxslər haqqında. Müstəqillik dövründə hər şey qalıb özlərində. Yalnız adlar, hadisələr dəyişilib.
Əgər Sovet dövründə hər şey kommunizmlə bağlı idi, Leninlə bağlı idi, indi Heydərizmlə bağlı idi, Heydər Əliyevin siyasəti ilə bağlı idi. Hətta bizim akademiyada, Elmlər Akademiyasında vaxtilə necə ki o Lenin otaqları vardı, Leninizmlə bağlı xüsusi şöbələr vardı, indi Heydərologiya şöbəsi vardı. Yəni necə vardı, belə də qaldı. Adlar dəyişilib. Necə ki Azərbaycan mənim üçün, Azərbaycan da Sovet dövrdə kimidir. Adlar dəyişib. Dünən heç bir rol oynamırdı, misal üçün baş nazir, bir gün də Azərbaycanda onun adı Sovet dövrdə biraz ayrı bir söz istifadə edirlər. İndi də adını dəyişdirdi. Parlament SSR-də Ali Sovet idi. İndi Azərbaycanda Milli Məclisdir. Nə o vaxt heç bir rol oynamırdı, nə indi. Sovet dövründə misal üçün bələdiyyələr, onların özü adları vardı, heç bir rol oynamırdı, indi də rol oynamırlar. Sovet dövründə hər şey raykomların əlindədir, indi isə icrakomlar əlindədir. Adlar dəyişir, sistem qalır. Eləcə də tarixşünaslıqda. Adlar dəyişilib. Amma bilirsiniz, avtoritar dövlətdə tarix həmişə dövlətin əlində olur və tarixçilərə xüsusi göstərişlər verilir. Sən hakimiyyət haqqında, Heydər Əliyev haqqında konkret olaraq nə yazmalısan, necə yazmalısan? Ay sən orada tənqidi bir xarakter daşıyan bir məqalə yaxud kitab yazasın. Kim sənə icazə verəcəklər, qovacaqlar. Yaxud bu xalq hərəkətlə bağlı, xalq cəbhəsinin haqqında yox, icazə verilmir. Necə vardı, belə də qaldı. Azərbaycan üçün, Bakı üçün darıxırsınızmı? Azərbaycan yaddaşınızda ən çox nə ilə qalıb? Əlbəttə darıxırıq. Axı Azərbaycanlılar Yahudilərdən, Ermənilərdən, Yunanlardan, digər xalqlardan, bir çox xalqlardan fərqli olaraq biz diaspora xalq deyilik. Vətən bizim üçün. Əlbəttə biz burada yaşayırıq. Bax, Niderlandiyada hər şey əladır. Amma mən həmişə deyirəm ki, Niderlandiya gözəl ölkədir. Heyf ki, bizim dilimizdə danışmırlar. Bax, bizim dilimizdə də danışsaydı, mən hər şey əla olardı. Əlbəttə, nostalgiya rol oynayır. Hər gün biz fikirləşirik, düşünürük. İstəməsək də bizə yazırlar, zəng edirlər. Bu, mənəvi cəhətdən əlbəttə ki, təsir edir bizə. Bax, xanım hər gün deyir ki, niyə mənim imkanım yoxdur, mən istəyirəm gedim qəbristanlığa, yada salım valideynlərimi, digərləri. Əlbəttə, insan axı biz tez-tez, bax, Novruz bayramı gələndə biz həmişə gedirdik. İnsan istəyir bunu etsin. Mühacirətdə belə şey yoxdur. Çox şey belə deyir. Və sən hətta burada hər şey gözəl olsa da, amma sən baxırsan deyirsən ki, buradakı xörəklər pisdir, bizdə gül kimi plov, dolma, burada yoxdur. Buradakı hər şey pisdir. Mən söhbət indi Niderlandiyada da aparmıram, ümumiyyətlə. Ölkə gözəl olsa da, sənin ölkən deyil. Sənin vətəni var. Əlbəttə ki, biz istər-istəməz fikirləşirik ki, niyə görə axı biz burada olmalıyıq? Niyə görə biz vətənə qayıtmamalıyıq? Niyə axı bu hakimiyyət hər şey edir ki, insanlar istəmirlər, onları məcbur edirlər ki, ölkəni, vətəni tərk edib burada yaşayaqsınız. Nə xatırlayıram? Əlbəttə ki, yaxınlarımı, dostlarımızı, çox şey, xatırlamaq üçün çox şey var. Amma bilirsiniz, siz gəncsiniz. Biri var, sən gənc olanda bir münasibət, yaşlı insanlar üçün biz artıq 70'i keçmişik. Bizim üçün belə tipli fikirlər çox çətin xarakter daşıyır. Çünki bizim üçün keçmiş bu adi bir məsələ deyil. Çətindir, çətindir.